Bax, gözəlliyə bax, bax. Bax, şəhərin bir dənə gözəlliyinə bax. Ümumi şəhərin gözəlliyinə bax. Gör necə gözəldir. Burada ən bildiniz nə görürsünüz? Burada Amsterdamda şəhərin gözəlliyi Avropanın demək olar ki, mən bir neçə yerində olmuşam da, çox hissəsində olmuşam. Həm Avropa dünya çempionatlarında olan zaman, gənc döyüşdüyüm zaman olmuşam, həm də indi də həm necə deyərlər, turist kimi, həm də dostların çağırışı ilə tez-tez gəzintidə oluruq. Avropada biz nəyi gördük? Avropada insanların rahat həyat tərzini yaşamasını bir daha sübut oldum. Avropanın üstündə bu kiminsə heykəlidir. Avropada nəyi gördüm? Avropada insanların, çək bunları hamısını çək. Gözəl, rahat həyat tərzi sürdüklərini gördüm. Nədir həyat tərzi bunlarda? Demək olar ki, yollarda nəqliyyat deyilən, maşın deyilən şey yoxdur. Hamısı velosiped, tok maşınları və görürsünüz hamısı ya, tok maşınları və ancaq restoran, kafelər bunlar. Demək olar ki, şəhər bunlardan ibarətdir. Balaca evlər, kafelər, gör kafenin nə gözəl rəngi var. Və rəngə bir rəng. Nə olur? İnsan baxdıqca ürəyi asılır. Bax, gözəl rəngi var. Hətta istəyirsən gelib yanıb orada bir şəkil çəkdirəsən. Niyə? İnsana o qədər uyutmur, o qədər xoş gəlir. Bax, kafelərinə bax. Bütün bir anla burada bir həyat var. Belə düşünək. Sakitlik, dürüstlük, əmin-amanlıq var. Bu əmin-amanlıq da nədən yaranır? Vaxtikən öz ölkələrinin vuruşaraq, mübaribə apararaq öz ölkələrinin tam suveren formada bərqərar olunması, suveren formada həyata keçirilməsi və gözəlliyə bax və keçirilməsi və təhlükəsizliklərin təmin edilməsi üçün mübarizə aparıblar və buna da bunlar nail olublar. Ancaq bu günləri həmin mübarizənin apardığı mübarizələrin nəticəsində itirmə təhlükəsi var. Bu itirmə təhlükəsi də bildiyiniz kimi Rusiyanın Avropaya olan, necə deyərlər, bütün NATO ölkələrinə olan hədəsi, hücumu və digər Ukraynada necə proses gedir və bundan sonra Türkiyə üst tuturlar. Türkiyədə özlərinə sığınacaq, güc sığınacağı axtarırlar. Bu da kimdir? Bildiyiniz kimi dünya lideri Sayın Rəcəb Tayyip Erdoğan'ın böyük bir nüfusunun qabağında bu gördüyünüz gözəl zənginlik onun qabağında bu günləri necə deyərlər, münasibətin və Avropanı qoru sözünə bir az dövrdən sonra görəcəyik. Ona görə nədir? Yaşasın Türkiyə, yaşasın Türk dövlətləri, yaşasın bütün müsəlmanların lideri olan Sayın Rəcəb Tayyip Erdoğan.